Sorting etmək modeldə diqqət eləyəcəyiniz bir şey var. Məsələn, biri var siz bura referans verəsiniz. Yəqin ki, bu problemlə rastlaşıbsınız, sadəcə səbəbini bilmədiyinizdən insanda bəzən qorxu yaranır. Məsələn, mən bura referans verdim F10-a. Biri də var, buranı referans verdim. Yenə bura müraciət eləyəcəm F11-ə. Amma sadəcə başqa şitlərə keçirəm. Buranı götürürəm. Təzədən qayıdıram və bu hissəni seçirəm. Diqqət edirsinizsə, başqa şitlərə gedib yenidən bu şitə qayıtdıqda həmin şitin bu şitin adını verir. Və mən burada F11 etsəm də 2 dənə eyni məntiqə gələn fərqli cür yazılışdı. Bu hissədə Excel bunu sortingdə düzgün işlədəcəyinə qaranti verməyəcək. Amma bu düzgün gedəcəkdir. İndi gəlin biz bunu 1-ə çevirək. Sorting eləyəndə bu qalxacaq yuxarı. Bu yerində qaldı. Gəlin bunu da 1 eləyək. Bunu da 1 eləyək. Sorting elədikdə bu yerində qaldı. Bu hissə isə aşağıda qaldı. Diqqət edirsiniz, nə baş verdi? Bütün formulalarınız fərqli məntiqlə işlədi. Niyə? Çünki buna başqa bir şitdəki informasiya kimi baxır.